Salam, bugün sizə biologiya sınaq toplusundan 20 ədəd sınaqdan 3-cü sınağın izahını verəcəm. Birinci sual. Karbohidrat, yağ və zülallar üçün ümumi olan funksiyaları seçin. Bilirik ki, hər üç üzv maddə üçün ümumi olan funksiya energetik və inşaat funksiyasıdır. Doğru cavab B variantı. Yaşıl bakteriyalar üçün doğru ifadələri müəyyən edin. Bilirik ki, yaşıl bakteriyalar fototrof bakteriyalardır. Fotosintez edərkən sərbəst oksigen qazı xaric etmir. Bəli, doğru fikirdir. Xemosintez edir, yanlışdır. Xromatofora malikdir, yanlışdır. Heç bir fotosintez edici bakteriya xromatofora malik deyil. Yalnız xlorofil pigmenti var. Yanlış oldu 2 və 3. Translyasiya prosesi ribosomda gedir. Tamamilə doğrudur. Avtotrof yolla qidalanır. Bəli. Transkripsiya prosesi nüvədə gedir. Xeyr, bakteriyalar prokaryot orqanizmlərdir. Onlarda nüvə olmadığına görə məhz transkripsiya prosesi də sitoplazmada baş verir. Doğru cavab oldu C variantı. 1, 4, 5. Üçüncü sual. Heyvan növüdür, öküz soliteridir. Əzələ fəaliyyətinə sərf olunan enerji 1200 kilojoldur. Parçalanmaya məruz qalan qlükoza. Biz burada bilməliyik ki, maddələr mübadiləsinin neçənci mərhələsidir. Öküz soliteridirsə, deməli yetkin öküz soliteri bilirik ki, nazik bağırsaqda yaşayır və glikoliz yolu ilə oksigensiz mühitdə yaşadığına görə enerjini glikoliz yolu ilə əldə edir. Necə ki, biz bilirdik ki, bizdə qlükozanı deyir, 200 kil enerji yarananda 1 mol qlükoza 2 mol süd turşusuna parçalanırdı. Düzdürmü? Bəs bizim məşələ şərtində də deyilir ki, əzələ fəaliyyətinə sərf olunan enerji. Biz bilirik ki, bu 200 kilojol enerjinin 80 kilojol ATF enerjisi, yəni əzələ fəaliyyətinə sərf olunan enerjisi, 120 kilojolu isə istilik şəklində ayrılır. Əgər belə bir təmasüb qursaq, 80 kilojol əzələ fəaliyyətinə sərf olunan enerji olarsa, neçə mol qlükoza parçalanar? 1 mol. Bəs məsələ şərtində verib ki, 1200 olduqda neçə kilojol enerji yəni qlükoza parçalanmış olar. 1200-ü bölərik 80-ə, doğru cavab edər 15 Y variantı. Sxemə əsasən hansı ifadə doğrudur? Şəkildə plazmatik membranın quruluşu verilibdir. A ilə göstərilən hissə zülalları göstərilir. Məsəl üçün, C ilə lipid cərgəsidir. 1 ədəd lipid qatı, 2 ədəd lipid cərgəsi var və plazmatik membran bilirik ki, bütün canlılarda vardır. B ilə görsənən, əgər zülala birləşibsə glikoproteindir. Məhz bunlar glikokarbohidratdır, polisaxaridlərdir. Onlar zülala birləşdikdə protein adlanır, glikoprotein. Lipidə birləşərsə glikolipid adlanır. İndi hansı ifadə doğrudur? Baxaq. C hidrofil maddədir. C hidrofil deyil, hidrofob maddədir. Lipiddir, hidrofob maddədir. A polinukleotiddir. Biz də dedik ki, A zulaldır, zulal polipeptiddir. B monosaxaridlərdən təşkil olunub. Bəli, B nəyə görə monosaxaridlərdən? Məsəl üçün, glikoproteinin gliko hissəsi mürəkkəb karbohidratdır və onlar bəli monosaxaridlərdən təşkil olunub. C variantı doğru fikirdir. Digər variantlara baxaq. C polimerdir. Lipidlər polimer deyil. C polimerdir, yanlışdır. Lipid polimer maddə deyil. Digərinə baxaq. B polipeptiddir. B polipeptid deyil, yenə deyirəm, zülala birləşibsə adlanır glikoprotein. Glikoprotein, bəli. Polipeptid olan zülallardır. Bu rəngli görsənən hissələr, bax bu hissələr zülallar polipeptiddir. Doğru cavab C variantı. Hüceyrədə ribosomun fəallığının artması hansı maddələrin miqdarının azalmasına səbəb olur? Əgər ribosomun fəallığı artıbsa, deməli artıq burada zülal sintezi baş verib. Bu zaman hansı maddələrin miqdarının azalmasına səbəb olar? Təbii ki, suyun miqdarı artar, zülalların miqdarı artar, çünki sintez olunan zülalın miqdarı artar. Fermentlər bəli olar, nukleotidlərin sayı azalmaz, əslində artar məlumat
sintezində və ümumiyyətlə zolal biosintezində nukleotidlərdən danışa bilmərik. Məlumat rentesində var, bəli, tripletlərdə nukleotid var. Yəni azalmasına səbəb olmaz. Nə qədər triplet varsa, o qədər də tripletlərdən 3 dəfə çox nukleotid var. Amin turşularının sayının azalmasına səbəb olar. Özü də sərbəst amin turşularının sayının azalmasına. Doğru cavab B variantıdır. İnterferon və insulin müvafiq olaraq hansı funksiyanı yerinə yetirir? Hər ikisi zolal mənşəlidir. Həm interferon, həm də insulin. Hansı funksiyanı yerinə yetirir? Interferon qoruyucu funksiyanı yerinə yetirir. İnsulin isə tənzimləyici funksiyasını yerinə yetirir. Fotosintez zamanı elektronunu itirilmiş xlorofil molekulu bu itkini hansı molekulun hesabına bərpa edir? Biz bilirik ki, fotosintezin işıq fazasında günəş enerjisi tlekaloidlərdə üst-üstə yığılaraq qranlara əmələ gətirir və qranlarda olan xlorofil pigmenti günəş enerjisinin təsirində nə edir? Həyəcanlanır və özündən elektronlarını verərək membranın xaricinə toplanır. Bax, mənfi yüklü elektronlarını verir. Və xlorofil molekulu özündən bu itkini, yəni elektronunu itirdi həyəcanlanaraq. Bəs itirilmiş elektronlarını nəyin bərpasına mümkün edir? Suyun hesabına bərpa edir. Çünki xlorofil həyəcanlandıqdan sonra ikinci mərhələ suyun hidrolizi baş verirdi. Doğru cavab Y variantı. 8-ci sual. Energetik mübadilənin 3-cü mərhələsi necə adlanır? Energetik mübadilənin 3-cü mərhələsi bundan başqa oksigenli mərhələdir. Maddələr mübadiləsinin başqa cür adı hüceyrə tənəffüsü və yaxud da hidroliz mərhələsi də adlanır. Glikoliz mərhələsi 2-ci mərhələdir. Hazırlıq mərhələsi isə 1-ci mərhələdir. Bax, glikolizdir, oksigensiz mərhələdir 2-ci mərhələ, lakin hüceyrə tənəffüsü, hidroliz 3-cü mərhələyə aid edilir. Doğru cavab A variantı. Bir hüceyrənin quruluşunu tədqiq edən zaman orqanoidlərdən hansına birgə rast gəlinmir? Təbii ki, burada diqqət yetirsək, hüceyrə mərkəzi və xloroplast olar. Çünki hüceyrə mərkəzi bitkilərdə yoxdur. Heyvanlarda da xloroplast yoxdur. Ona görə hüceyrə mərkəzi heyvanlarda, xloroplastlar bitki hüceyrəsində olur. İkisinə bir yerdə rast gəlinə bilmərik. Mitoxondri vakol bitki hüceyrəsində hər ikisi var. Xloroplast, mitoxondri hər ikisi bitki hüceyrəsində olar, amma hər ikisi heyvan hüceyrəsində olmaz. Buna diqqət yetirik. Ribosom zolal ola bilər heyvan hüceyrəsində, hər ikisinə eyni banda rast gəlmək olar və lizosomlara bitki hüceyrəsində rast gəlinmir. D də doğrudur. Bir yerdə, yəni rast gəlinə bilər. Hüceyrə mərkəzi lizosom, yəni hər ikisinə heyvan hüceyrəsində rast gəlinməz. Amma A variantıdır ki, hər ikisinə biz eyni hüceyrədə rast gələ bilmərik. 10-cu sual. Bir ribosom 18 saniyə müddətində bir molekul zolal translyasiya edir. Bu ribosomun məlumat rentesi üzərində 0,2 saniyədə bir triplet sürəti ilə hərəkət edərsə, bu zolalın geninin kodlaşdırıcı sahəsinin kütləsi nə qədər olar? Gəlin bu çalışmanı yazaq. Biz bildik ki, deyir ki, bir molekul, bir ribosom üzərində bir triplet 0,2. Yəni, məsələ şərtinə əsasən elə deyirik ki, bir tripletimiz 0,2 saniyə hərəkət edərsə, bəs 18 saniyədə nə qədər triplet olar? X bərabərdir 18-i vurarıq bölərik 0,2. X bərabər deyilir 90 nə? Triplet. Bu 0,2 nə deməkdir? Bu deyirik ki, amin turşularının ribosomlar hər 5-də 1, 6-da 1 saniyədən bir triplet irəliləyir. Bax, bu o deməkdir. Yəni, maksimum vaxt dedikdə 0,2 saniyədir, 5-də 1. Deməli, 90 triplet varsa, 90 amin turşusu deməkdir, düzdür. Və biz artıq nukleotid sayını tapmaq üçün bir tripletdə də bilirik 3 nukleotid var. Bəs 90 tripletdə nə qədər nukleotid olar? 90-ı vurursunuz 3-ə, 270 triplet olar. Bizə deyir ki, bu zolalın geninin kodlaşdırıcı sahəsinin kütləsi nə qədərdir? Bax,
İki cür yolunu deyəcəm. Burada 270 nukleotit tapdıq və biz də bilirik ki, hər bir nukleotitin kütləsi 300 atom kütlə vahidinə bərabərdir. 270-i 300-ə vurmaqla taparam 81.000 nukleotit. Bu cür həll olunur. Və yaxud da əlavə bir yolunu deyim. Yəni biz buradan vaxta əsasən tapdıq 90 triplet. Düzdürmü? Həmin bu 90 triplet amin turşularının sayına bərabərdir, bu sözsüz və məlumat RNT-sinin kodlaşdırıcı hissəsində bir tripletdə 3 dənə nukleotit var idi. Hər bir nukleotitin kütləsi isə 300-dürsə, onda bax bir tripletin kütləsi 900 atom kütlə vahididir. Bunu yadımızda saxlayaq. Əgər bir tripletin kütləsi 900 atom kütlə vahidinə bərabərdirsə, və 90 tripletim nə qədər olar? 900-ü 90-a vuraram, yenə cavab alaram ki, 81.000. Doğru cavab D variantıdır. Diqqətli olaq. 11-ci sual. Ribosom kodlaşdırıcı hissəsinin uzunluğu 204 nanometr olan məlumat RNT üzərində zulal sintezidir. Yaranan bir zəncirli zulal molekulunda neçə amin turşusu 2 peptid rabitəsi əmələ gətirir? Deyirik ki, bir nukleotidin uzunluğu nə qədər idi? 0,34 nanometr. Əgər 204 nanometrdə nə qədər nukleotid olar? Yəni biz 204-ü bölərək 0,4-ə eləyərik nə qədər? 600 nukleotid tapmış olarıq. Düzdür? 600 nukleotid varsa, orada triplet sayını tapmaq üçün 600-ü də 3-ə bölərəm. Çünki bir tripletdə 3 nukleotit varsa, 600 nukleotiddə nə qədər triplet olar? Taparam ki, 200 triplet. 200 tripletdirsə 200 amin turşusu deməkdir. Zulal molekulunda deyir ki, deməli amin turşularımızın sayı nə qədər oldu? 200 ədəd. 2 peptid rabitəsi əmələ gətirənlər. Biz də bilirik ki, 2 peptid rabitəsi əmələ gətirən amin turşular ortada yerləşən amin turşulardır. Əgər 200 amin turşum varsa, deməli bunun biri başda yerləşəndir, biri sonda yerləşəndir, düzdür? Bunlar birinci və sonuncu amin turşular yalnız bir peptid rabitəsini əmələ gətirir. Ortada yerləşənlər 2 peptid rabitəni əmələ gətirirdi. Bizdən də 2 peptid rabitəsi əmələ gələn amin turşularını soruşursa, mən 200-dən 2-ni çıxmaqla deyərəm 198 ədəd 2 peptid rabitənin əmələ gəlməsində iştirak edər. Doğru cavab D variantı. 12-ci sual. ATF molekullarında azot əsaslarının sayı X, orta fosfat turşusu qalıqlarının sayı 36, makroergik rabitələrinin sayı Y olarsa. Çox gözəl. 36 mol orta fosfat turşusu qalığı varsa, biz bilirik ki, bir ATF molekulunda 3 ədəd orta fosfat turşusu qalığı var. 36-nı 3-ə bölərəm, eləyər 12 ədəd ATF molekulu. Düzdür? Və biz də bilirik ki, bir ATF molekulunda bir ədəd azot əsası var. Hansı azot əsasıdır? Adenin azot əsası. Ona görə azot əsaslarının sayı X-imiz olar 12. Və makroergik rabitələrinin sayı isə bir ATF molekulunda 2 ədəddir. 12-ni də 2-yə vurarıq, 24. 24 üzərinə gələrik 12. Doğru cavabımız neçə eləyər? 12-ci sualda 36 ədəd. İnsulin və somatropin hormonları üçün ortaq xüsusiyyətləri müəyyən edin. Hər ikisi daxili sekresiya vəzlərinin məhsuludur. İnsulin bilirik, məddaltı vəzinin ifraz etdiyi hormondur. Somatropin hormonu isə hipofiz vəzinin ifraz etdiyi hormondur. Hər ikisi hormonlar, bilirik ki, zolal mənşəli hormonlar var, lipid mənşəli. Sadəcə lipid mənşəli olan hormonlar cinsiyyət hormonlarıdır. Məsəl üçün estrogendir, testosterondur, androgendir, bunları deyə bilərik. Amma insulin və somatropin hormonları isə bunlar zolal mənşəlidir. Ortaq xüsusiyyəti polipeptiddir. Bəli, zolaldırsa polipeptiddir. Bir doğrudur. Axacaqlarla orqan boşluğuna ifraz olunur. Yanlışdır. Bunlar daxili sekresiya vəzi məhsullarıdır. Bunlar birbaşa qana ifraz olunur. Orqan boşluğuna deyil. 2 yanlış. Tərkibində oksigen, azot, hidrogen, karbon elementlərinə rast gəlinə bilərik. Bəli, zulalın tərkibində həm karbon, həm hidrogen, həm oksigen, həm də azot elementi vardır. Tamamilə doğru, 3 doğrudur. Bunu nədən bilirik? Funksional hissəyə baxsaq biz görmüş olarıq.
1-3 doğrudur. Qarışıq sekresiya vəzlərinin hissələrindən sintez olunur. Xeyr. Məsəl üçün insulin qarışıqdır, amma hipofiz daxili sekresiya vəzsidir. 4 yanlışdır. Sintezi ribosomlarda gedir. Bəli, zulaldısa, təbii ki, ribosomlarda gedər. Doğru cavab 1, 3, 5. Hansı maddələrin hidroliz məhsulu amin turşusu deyil? Yəni amin turşusu olmayanlar da bax. Albumin, hemoqlobin, zulaldır. Hər ikisinin hidrolizi amin turşulardır. Tripsin, xitin. Tripsin amin turşudur. Onun hidrolizindən deyə bilmərik. Xitin amma karbohidratdır. O da nədir? Xitin karbohidratdırsa monomeri nə ola bilər? Monosaxaridlər ola bilər. Eləsini tapmalıyıq ki, amin turşusu deyil. Yəni pektin, selüloza. Hər ikisi bəli polisaxaridlərdir. Monomeri amin turşusu deyil. İnsulin zulaldır, amin turşudur. Sonra lizosim yadınızda qalsın. Lizosim də zulaldır. Ağızda yerləşir. Bakteriyalara ağızda öldürücü təsir edən fermentdir. Lizosim fermenti. Həzm sistemi dərsliyində verilibdir. Lizosim fermenti ağızda yerləşir. Bəli, zulaldır. Amma nişasta təbii ki, karbohidratdır. Deməli, cavab C variantı oldu. B variantında da tripsindir, o pozur. Tripsin də fermentdir. Fermentlərdə bilirik ki, zulaldır. Doğru cavab C variantı. Sxemdə DNT zəncirinin müəyyən bir hissəsi verilib. Sxemə əsasən doğru olmayan ifadələri müəyyən edin. Gəlin baxaq, doğru olmayan deyir. Y polisaxariddir. Bəli, Y polisaxariddirmi? Xeyr. Y monosaxaridlərə aiddir. DNT molekulunda monosaxarid var, dezoksiribozadır. X timin azot əsası ola bilər. Azot əsası ola bilər. Tamamilə doğru. DNT-də Z orta fosfat turşusu qalıqıdır. Bəli, doğrudur. Bura orta fosfat turşusudur, düzdür. Y ribozadır, yanlışdır. Y dezoksiriboza olmalıdır. Yanlış olan 1 və 4 cavabı. 16-cı sual. DNT molekulunda 120 nukleotit var. Bunlardan 15'i guanin nukleotididir. Bu DNT molekulu 2 dəfə reduplikasiya olunduqdan istifadə olunan guaninli nukleotidlərin sayı neçə olar? İstifadə olunan və yaxud da mühitdən keçər dedikdə eyni anlayışa gəlir. Biz bilirik ki, DNT molekulu özünü ikiləşdirmə qabiliyyətinə malikdir. 2 dəfə ikiləşdiribsə, yəni 2 üstü 3-ü bərabərdir 4 ədəd DNT molekulu var. Bu 4 ədəd DNT molekulunun 1 ədədi köhnədir, 3 ədədi isə yaranandır. Yəni mühitdən keçəndə həmişə birini başlanğıcı çıxırıq. Bir başlanğıcdır. 4-dən biri çıxdıq, tapdıq 3 ədəd DNT molekulu. Və biz də bilirik ki, hər DNT molekulunun özündə, yəni bir DNT molekulunda 120 nukleotidin 15 dənəsi guanin idi. Düzdürmü? İstifadə olunan dediyinə görə bir molekulda 15 ədəd guanin nukleotidi varsa və istifadə olunan və yaxud da mühitdən keçən guanin nukleotidlərin sayı nə qədər olar? Biz təbii ki, 15-i 3-ə vurmaqla taparıq 45 ədəd. Doğru cavab D variantı. Neçə növ nukleotid həm transkripsiya, həm translyasiya proseslərində iştirak edir. Neçə növ nukleotid? Transkripsiyada bilirik ki, 8 növdür. Çünki həm DNT nukleotidi var, həm məlumat RNT-nin nukleotidi. Lakin elə bir nukleotid növləri seçməliyik ki, həm transkripsiyada, həm translyasiya prosesində iştirak etsin. Yəni, biz hansı nuklein turşularını seçərik? Biz RNT-ni seçərik. Məsəl üçün, məlumat RNT-ni. Məlumat RNT-nin 4 növü transkripsiyada, 4 növü isə məhz translyasiyada iştirak edə bilər. Neçə növ nukleotid həm transkripsiyada, həm translyasiyada? 4 növ. D variantıdır cavab. Yəni biz artıq DNT-ni olan 4 növ nukleotidini translyasiyada təbii ki, götürə bilmərik. Doğru cavab D variantı. Açar sözlərdən istifadə etməklə mətni tamamlayaq. Gəlin baxaq. Açar sözlərdən birinci necədir? Kalsium və fosfor sümüklərə möhkəmlik verir. 3 və 5. Sink hansı insulin hormonunun tərkibinə daxildir? Sink insulin hormonunun 3, 5, 1. Bəli, yod hansı hormonun qalxana bənzər vəzinin tiroksin hormonunun tərkibinə daxildir. Burada vəzinin adını soruşur. Qalxana bənzər vəzi. Doğru cavab 18-də D variantı.
19-cu suala baxaq. Weyner diaqramına uyğun bəndləri müəyyən edin. Mitoxondri verib və xloroplastı verib. Gəlin baxaq. 1, 3 ortada və 2. Sitoplazmadan 4 lipid cərgəsi ayırır. Bəli, hər ikisi 2 qatılı olduğuna görə 2 qat olduğuna görə 4 lipid cərgəsi var. Ona görə 3-ə yazarıq 4-ü. Hüceyrə tənəffüsünü təmin edir mitoxondr. Biri yazarıq bura. Hüceyrə tənəffüsünü təmin edir. Monosaxarid sintez olunur. Monosaxarid sintez olunur xloroplastlarda. 2-yə yazaram 3-ü. Transkripsiya və translyasiya prosesləri gedir hər ikisində. 3-ə yazaram. Yenə nəyi yazdıq 3-ə? 4-ü yazaram. Sitoplazmadan 4 lipid cərgəsi ayırır. 1 və 4. Bir dəqiqə, üçüncüdə 1 və 4-dür. Diqqət yetirək. Bir dənə buranı silim, təzdən baxaq. Üçüncüdə bəli 1 və 4-dür. Doğrudur. Yəni transkripsiya və translyasiya 4 lipid cərgəsi 1 və 4. Hidrogen protonları daxili membranın xaricindən daxilə doğru keçir. Bəli, hidrogen protonları daxili membranın xaricindən daxilinə doğru keçir. Bu mitoxondirdədir. Bəli, 5-i yazaram bura. Hüceyrə tənəffüsünü təmin edir. 2 və 5 burada. Doğru. Digərinə baxaq. Daxili membranın xaricində elektronlar toplanıb mənfi yüklü elektrik sahəsi yaradır. Bu nədir? Xloroplastlardır. Daxili membranın xaricində bəli mənfi yüklü dedik elektronlar toplanıb hidrogen kationu daxildədir. Altını da yazarıq bura. Monosaxarid sintez olunur xloroplast. Doğru cavab A variantı olmuş olar. Göbələk hüceyrəsində ribosomun hissəcikləri hüceyrənin neçə cür strukturunda formalaşır? Ribosomun hissəcikləri formalaşırdı deyirdik nüvəcikdə, göbələk hüceyrəsində deyirsə, ribosomun neçə hissəcikləri neçə cür strukturda formalaşır? Birini götürərik. Hansını? Ribosomun hissəcikləri formalaşırdı. Nüvəli olduğuna görə nüvəcikdə, bir də əlavə olaraq bir də mitoxondirdə deyə bilərik. 2 strukturunda formalaşır. Amma bitki hüceyrəsində isə mitoxondir, xloroplast, bir də nüvəcik 3 ədəd olardı. Amma artıq göbələk hüceyrəsində, heyvan hüceyrəsi onlarda xloroplast yoxdur, 2 ədəd olar. Bitki hüceyrəsində neçə növ bir membranlı orqanoiddə karbohidrat sintezi baş verə bilər. Bitki hüceyrəsində bir membranlı hamar endoplazmatik şəbəkədə Golgi kompleksində. Doğru cavab yenə 2 ədəddir. Çünki bir membranlıdır. Əgər hansı orqanoidlərdə desəydi, membranı deməsəydi, biz xloroplastları da əlavə eləyərdik. Amma bir membranlı dediyinə görə Golgi kompleksində və hamar endoplazmatik şəbəkədə. A variantı 21-də. Mürəkkəb quruluşlu çoxhüceyrəli orqanizmlərdə hüceyrələr yerinə yetirdikləri funksiyalara görə ixtisaslaşaraq toxuma orqanlar əmələ gətirir. Bunlar da bir-biri ilə sinir və humoral sistemlə tənzimlənir. Bu fikir hansı canlıya şamil etmək olar? Bağırsaq çöpünə yox, burada çoxhüceyrəlik var, toxuma orqan var, tamamilə bağırsaq çöpü bakteriyadır. Leishmanioz törədicisi leishmaniyadır. Qamçılar sinifinin nümayəndəsidir. Bir hüceyrəlidir. Toxum orqanına söhbət gedə bilməz. Ulvia yenə çox hüceyrəli yaşıl yosunlardır. Xəzər dənizində yaşayır. Orada da toxuma və orqanlardan söhbət gedə bilməz. Cinko çılpaq toxumlu bitkilərə aiddir. Eyni yarpaqlı çılpaq toxumlu bitkisidir. Orada da yəni toxuma orqan var, humoral tənzim var, amma sinir tənzimi yoxdur. Sinir sözünə görə pozur. Qoturluq törədicisi, bəli, bunlar gənədir ki, boğmayaqlar tipinin hörümçək-kimlər dəstəsinə aiddir. Hörümçək-kimlər sinifinin məhz hörümçək-kimlər dəstəsinə aiddir. Qoturluq gənəsi gənədir. Bəli, heyvandır. Onda da təbii ki, toxuma da var, orqan da var, sinir və humoral tənzim də var. Doğru cavab Y variantı. 360 qram qlükozanın tam parçalanması zamanı ATF sintetaza kanalına neçə hidrogen kationu keçir? 360 qlükozanın tam parçalanmasından biz bilirik ki 1 mol qlükozanın tam parçalanmasından 24 mol hidrogen kationu keçir.
Yəni 180 qramdan soruşur. 180 qramından 24 mol hidrogen keçərsə, bəs 360 qram qlükozanın parçalanmasından nə qədər gedər? 360-ı vurarıq 24-ə, bölərik 180-ə. Cavabımız eləyər 48 hidrogen katyonu. 24-ə baxaq. Bitkinin fotosintez prosesi zamanı 10 saat müddətində əmələ gətirdiyi üzvü maddənin malik olduğu enerji 10.560 kilojoldur. Fotosintez zamanı bitkinin udduğu və əmələ gətirdiyi qazların molekul kütlələrinin fərqini hesablayın. Maraqlı sualdır. Belə bir rahat düstur var idi bizdə ki, necə idi düsturumuz? Y ot bərabərdir. M vurulsun 17,6-ya. Buradan M-i tapmaq üçün Y-də olan enerjini bizdə də verib, malik olduğu enerji bitkinin 10.560 kilojoldursa 17,6 kilojola bölərəm və bu zaman taparam 600 qram. M-imiz oldu nə qədər? Yəni üzvü maddəmiz oldu 600 qram. Doğru, bir dəqiqə kənara başa qaydaq. 600 qramdırsa, bəli. Burada 10 saat sözü sizə elə lazım deyil. Bu 10 saat müddəti bizi çaşdırmaq üçün verib. Üzvü maddəni biz 600 qram tapdıqsa, biz də bilirik ki, 180 qram üzvü maddə əmələ gəldikdə, əmələ gətirdiyi, udduğu hansı qazdır? Udduğu karbon qazıdır. Bəs əmələ gətirdiyi qaz hansıdır? Oksigen qazıdır. Bunların molekul kütlələri arasındakı fərq 72-yə bərabərdir. Nədən bildim 72? 6 vurulsun 44 karbon qazındadır. 6 vurulsun 32 192 oksigen qazındadır. Bunlar arasındakı fərq nəyə bərabərdir? 72-yə. Və 600-də x-ə. 600-ü vuraram. Mən 600-ü vurarıq 72-yə, bölərik 180-ə. Doğru cavabımız eləyər 240 mol, bunlar qram və yaxud da 240 qram bunlar arasındakı fərq. Yəni udduğu ilə əmələ gətirdiyi qaz arasındakı fərq. Yadınızda qalsın, udduğu qaz karbon qazıdır, əmələ gətirdiyi əlavə məhsulu olan oksigen qazıdır. Burada 10 saat sözünün bizə ehtiyac yoxdur. Sadəcə bizi çaşdırmaq üçün o 10 saatı da verilib. 25-də şəkilə əsasən doğru ifadələri müəyyən edin. Şəkildə hansı virus göstərilibdir? Tütün mozaikası virusudur, bəli, və bitkilərdə xəstəlik törədir. RNT tərkibli virusdur. Tərkibi RNT-dən və zulaldan ibarətdir. Doğru fikirləri deyir. Tərkibində polipeptid zəncirinə rast gəlinir. Bəli, zulaldırsa təbii ki, polipeptiddir. Polinukleoidin monomerlərindən biri timin nukleotididir. Xeyr, bax bu yanlışdır. Timin yox, onlarda urasildir. Çünki RNT tərkiblidir. 2 yanlışdır. Membransız orqanoidlərə malikdir. Xeyr, nə membranlı, nə membransız heç bir orqanoid yoxdur. 3 də yanlışdır, 2 də yanlışdır. Polinukleotidində polinukleotid nədir? RNT-dir. RNT-də urasil azot əsasına rast gəlinir. Tamamilə doğrudur. 4 doğru fikirdir. 1-4. Tərkibi polipeptid və polinukleotiddən ibarətdir. Bəli, istənilən bir virusun tərkibində polipeptid, zulal, polinukleotid var. Polinukleotiddən yalnız biri ola bilər nuklein turşularının. Yəni ya DNT olar, ya RNT. Ona görə bizdə doğru cavab hansı oldu? 1, 4, 5. 26-cı sual. Doğru ifadələri müəyyən edin. Eukariot orqanizmlərdə 20 amin turşusu 61 triplet ilə kodlaşdırılır. Bəli, tamamilə doğrudur. 20 amin turşusu 61 tripletlə, çünki 3 ədəd 3 triplet bizdə stopdur. Bəli, stop tripletdir. Nəqliyyat RNT-də amin turşularını kodlaşdırmayan tripletlər stop tripletlər adlanır. Xeyr, məlumat RNT-də amin turşularını kodlaşdırmayan tripletlər stop tripletlər adlanır. DNT-də isə onlar boş sahələr adlanır. Yəqin ki, bunları bilirik. Düzdür, testlərdə işləyənə deyirik ki, DNT-də olan stop kodlar, əslində onlar boş sahələrdir. O stop triplet anlayışına biz məlumat RNT-də işlədirik. 2 yanlışdır, 1 doğrudur. Metionin amin turşusunun antikodu urasil adenin stoisindir. Antikodu. Biz metionin bilirik ki, stat tripletdir.
TAS DNT-dədir. Buna komplementar məlumat RNT-sini yazaq. Timinin qarşısında adenin, urasil, guanin. Bu məlumat RNT-dir. Nəqliyyat RNT-ni də məlumat RNT-dən yarada bilərik. Adenin qarşısında urasil, adenin, sitozin. Bəli, doğrudur. Tamamilə doğru. 3 doğru, 1 doğru, 2 yanlış. Sizə bir gözəl məsləhət verim. Əgər nəqliyyat RNT-sini bizdən soruşursa, yadınızda qalsın, nəqliyyat RNT-si ilə DNT-nin ikinci zənciridir. Yəni hansı ikinci zənciri? Məlumat RNT-si sintez olunan zəncirdir. Sadəcə orada timinin əvəzinə urasil yazın. Eyni olacaq nukleotit. Görürsünüz, adenin, sitozin, adenin, sitozin. Sadəcə tez, cəld yazmaq istəyirsinizsə, DNT-nin zəncirini götürün, nəqliyyat RNT-ni soruşduqda sadəcə DNT-nin zəncirində timinin yerinə urasil yazın. Bu qədər rahat. 4-ə baxaq. Bir məlumat RNT əsasında bir neçə növ sulan molekulu sintez olunur. Bax, yadınızda qalsın, yanlış olan nədir? Bir neçə sözüdür. Bir məlumat RNT-si əsasında bir növ zula sintez olunur. Bir neçə yox. Bir neçə say ola bilər. Bəli, hər ribosomda bir zula sintez olunur. Say çox ola bilər, amma növ olaraq bir növ olar və məlumat RNT-sində növ müxtəliflik gendən asılıdır, kod hissədən asılıdır, genetik koddan. 4 yanlış oldu bizdə, 2 yanlış oldu. Ribosomun funksional mərkəzində maksimum 4 növ nukleotit yerləşə bilər. Bəli, bu doğru fikirdir. 1, 3, 5 doğrudur. İndi 5 niyə doğrudur? Gəlin onun izahını verim. Biz bilirik ki, ribosomun funksional hissəsi var. Ribosomun, bir dəqiqə zəhmət olmasa. Ribosomun bax bu funksional hissəsində, bu hissəsində 2 triplet var. 2 triplet var və 6 növdə nukleotit ola bilər. 6 növ nukleotit ola bilər. Maksimum 6 ədəd, üzr istəyirəm, növü deməyək, növ 6 növ desək yanlış olaraq. 6 ədəd nukleotit ola bilər. Bəli. İndi bizdə deyir ki, funksional mərkəzində maksimum 4 növ nukleotit yerləşə bilər. Bəli. Gəlin özümüz tripletlər yazaq, 4 növ. Məsəl üçün adenin, sitozin. Yox, sitozin yazmayaq, çünki stop olmasın. Bir dəqiqə zəhmət olmasa yenidən yazaq. Düz yazmışdım. Adenin, sitozin. Bu bir tripletom olar. Digərini yazaq. Guanin, urasil, adenin də yaza bilərik burada. Düzdür. Saysaq neçə növ burada nukleotit olar? Bir növ sitozindir, guanindir, urasildir, adenindir. Maksimum 4 növ nukleotit yerləşə bilər. Bəli, 4 növ yerləşə bilər. Minimumda 1 növ ola bilər. Bu necə ola bilər? Minimum 1 növ. Məsəl üçün, hamısı adenin ola bilər. Yəni, hər iki tripletimiz 1 növ nukleotitdən ibarət ola bilər. Minimum. Maksimum dedikdə 4 növ ola bilər funksional mərkəzində. Doğru cavab da 5-dir. 1, 3, 5. 27-ci sual. Qaranlıq fazası fotosintezin işıq fazası. Molekulyar oksigen əmələ gəlir təbii ki, işıq fazasında. Qranların membranların xaricində mənfi yüklü elektrik sahəsi yaranır. Bu da yenə B variantı da işıq fazasındadır. A variantı da buradadır. Karbonun fiksi olunması, ATF-ADF çevrilməsi, karbonun fiksi olunması, yəni havadan karbon qazının mənimsənməsi qaranlıq fazadır. Monosaxaridin sintezi stromada gedir, qaranlıq fazası. Ümumiyyətcə, qaranlıq faza stromada, işıq fazası qranlardadır. Əsas məhsulu ADF-dir. Heç birinin əsas məhsulu biz deyə bilmərik ki, ADF-dir. Düzdürmü? Bunu çıxırıq. Buna heç birinə aid edə bilmərik. 1-də C, D, 2-də A və B. Keçək açıq suallarımıza.